Şirvan şəhərinin bir qrup sakini illərdir ki, kanalizasiya xətlərinin olmamasından əziyyət çəkir. Onlar problemi aradan qaldırılması üçün qaynar xəttimizə müraciət ediblər. Əməkdaşlarımız sözü gedən ünvanda olublar. Söhbət şəhərin Vidadi küçəsindən gedir. Sakinlər bildirir ki, burada kanalizasiya və su problemi uzun illərdə hökm sürür. Nəticədə evlərdən çıxan çirkab sular mərkəzləşdirilmiş kanalizasiya xətti olmadığından küçə kənarındakı xəndəklərə axıdılır. Bu da ərazidə antisanitar vəziyyət yaratmaqla yanaşı isti havalarda üfunət qoxusuna səbəb olur. Kanalizasiyanı neçə dəfə mən qazdırmışam öz vəsaitimizlə. Balalarımız var ağcaqanaddan, mümkün deyil ki, burada yaşamaq. Balalarımız bu xəstəlikdən qutarsın. Bura bir od düşsə, dördə transformator var. Bu tərəf üstündə kanalizasiya boyu qamışdı. Ora düşsə bu evlər yanacaq. Sakinlərin problemi bununla da bitmir. Onların sözlərinə görə sözü gedən ünvana içməli suda fasilələrlə verilir. Gün ərzində cəmi 3 saat. Bu isə isti vaxtlarda gündəlik məişət işlərində ciddi çətinliklər yaradır. Biz suyu öz vəsaitimiz hesabına çəkdirmişik. Bir 15 il bundan qabaq. Ya girəndən biz ancaq ya qohumların evindən su gətirərik, ya onların evində su ilə bağlı işlərimizi görərik. Hər iki məsələ ilə bağlı Şirvan şəhər su kanal idarəsində olduq. Burada isə suallarımızı şifahi cavablandırmaqla kifayətləndilər. Şəhərin Vidadi küçəsinə kanalizasiya xidmətlərinin olmamasına əsas gətirərək problemin də həll olunmasının mümkünsüz olduğunu bildirdilər. O zaman sual olunur, Şirvan şəhər su kanal idarəsi bəs şəhərin hansı istiqamətinə cavabdehdir? Sakinlər problemin həlli üçün kimə və hara üz tutmalıdır? Sualımızı cavablandıran kimisə tapa bilmədik ki, bilmədik. Yaqub Mehdoğlu, Vüqar Qaliboğlu, Diana Cəlali, Space Xəbər, Şirvan.